Salam əzizləyicilər. Bu videoda yüklü zərrəciklərin maqnit sahəsi hərəkəti, yəni Lorentz qüvvəsinə aid ətraflı yazılı cavab tələb olunan tapşırıqların izahını verəcəm. Başlayaq ilk sualına. Xatırladım ki, artıq deməli sınaq qrupuna və sürətli təkrar qrupuna qeydiyyat başlayıb, ətraflı məlumatı açıqlamada yerləşdirmişəm. Əgər qoşulmaq istəsəz, oradakı nömrə ilə əlaqə saxlaya bilərsiniz. Buraxılışdan sonra başlayacağım. Birinci sual 10 üstü mənfi 15 Newton Lorentz qüvvəsinin təsiri altında bir cins maqnit sahəsinə 4 sm radiusu çevrə üzrə dövr edən güclü zərrəciyin kinetik enerjisini hesablayın. Burada verilənlərə baxsaq, birinci sualda bizə Lorentz qüvvəsini verib, 10 üstü mənfi 15, radiusu verib 4 sm, bunda metrə çevirirəm, 4 vurulsun 10 üstü mənfi 2 və W kinetik bərabərdir suala. Üçünün bir yerdə olan düsturun yazanda radiusun bu şəkildə bir düsturu vardı. R bərabərdir. 2W kinetik bölünsün F Lorentz. Bu düsturdan kinetiki tapanda W kinetik bərabərdir. F Lorentz vurulsun. Deməli R bölünsün 2. Kəmətləri yerinə qoysaq, Lorentzin yerinə 10 üstü mənfi 15, R'in yerinə 4 vuraq 10 üstü mənfi 2 və deməli bölünsün 2. Cavab olacaq 2 vurulsun 10 üstü mənfi 17 joule. Yəni FR bölünsün 2 düsturundan istifadə elədik. Bu da xüsusi düsturlardan biridir. Yəni Lorentzin də xüsusi olaraq bu düsturla 2 kinetik bölək R düsturu ilə tapmaq olar. İkinci sual da eyni sualdır. Eyni düsturla həll olunur. Burada da kinetiklə deməli Lorentz qüvvəsi verilib və radiusu istəyir. FR bölünsün 2 düsturundan əgər biz R-nı tapsaq, elə buradan R bərabərdir. 2W kinetik bölünsün F Lorenz'dir. Kəmətləri yerinə qoysaq 2 vurulsun. Kinetik enerjisini verib 10 üstü mənfi 14. Lorentz verib 8 vurulsun. 10 üstü mənfi 13. Deməli 2-ni 8-ə böləndə bu verir 4də 1, yəni 0,25, 10 üstü mənfi 1 var. Bu da 0,025 metr ya da əgər santimetrlə istəsəydi 2,5 santimetrdir. Burada cavabı xüsusi olaraq demir nə ilənsə ifadə ona görə olduğu kimi də yaza bilərsiniz. İstədiyiniz formada yəni yazmaq olar. Üçüncü sual. Elektrik və maqnit sahələrində qarşılıqlı perpendikulardır. Elektron hansı sürətlə hərəkət etməli ki, trayektoriyası düz xəttdə olsun? Elektrona təsir edən qüvvəyə baxsaq. Elektrona təsir edən deməli Kulon qüvvəsi aşağı istiqamətdədir. Çünki aşağı müsbət, yuxarı mənfidir. Kulon qüvvəsini çəkim. Deməli Kulon qüvvəsi aşağıdır. Digər təsir edilən ağırlıq qüvvəsi nəzərə alınmır. Bura Q7-dir. Sol əl qaydasını tapanda yuxarı istiqamətdə də Lorentz qüvvəsi var. Lorentz qüvvəsi də yuxarıdır. Trayektoriyanın düz xətt olması üçün bu çox önəmli suallardandır. Düz xətt olmaq üçün Lorentz qüvvəsi ilə Kulon qüvvəsi bir-birinə bərabər olmalıdır. Yəni QVB bərabərdir QY-yə. İki tərəfdən Q-ləri ixtisara apardıq. Buradan alırıq ki Y bərabərdir VB. Bizə deyir ki, elektron hansı sürətlə hərəkət etməlidir və buradan V-ni tapanda V bərabərdir Y bölünsün B-dir. Y-ni verib 5 kilovat bölək metr, yəni 5 vurulsun 10 üstü 3. B-ni də 2 milli tesla, 2 vurulsun 10 üstü mənfi 3. Cavab olur 2,5 vurulsun 10 üstü 6. Yəni 2,5 megametr bölünsün saniyə. Elektron bu sürətlə daxil olsa, trayektoriyası düz xətt olacaq. Ümumiyyətcə, nəyi yadda saxlayırıq? Trayektoriyanın düz xətt olmaq üçün onu aşağı çəkən qüvvə yuxarı çəkən qüvvəyə bərabər olmalıdır. Dördüncü sual. Yenə eyni məntiqlərlə olunan sualdır. Bizə deyir ki, bir cins maqnit sahəsində yerləşdirilmiş vakuum kondensatorunun lövhələr arasında məsafə nə qədər olmalıdır ki, 10 megametr böl saniyə sürətlə daxil olan proton trayektoriyası düz xəttdə olsun. Deməli, aşağı lövhəyə baxıram, aşağı lövhə mənfidir. Yuxarı lövhə müsbətdir. Və bu protona təsir edən qüvvələrə baxsaq, protonu yenə aşağıya doğru Kulon qüvvəsi çəkir, Q-yə çəkir. Yuxarı doğru isə Lorentz qüvvəsi çəkir, yəni QVB çəkir. Trayektoriyanın düz xəttdə olmaq üçün bunların bərabərliyi lazımdır. Yəni F Lorentz bərabərdir F Kulona.
F Lorenz'in yerinə QVB, F klonun yerinə də QY. Yenə buradan Q'ləri ixtisara apardım. Buradan alıram VB bərabərdir Y. Və Y'nin də yerinə U böl D yazıram. Bu ifadədən D-nı tapsam, çünki bizə deyir aralarındakı məsafə nə qədər olmalıdır? D bərabərdir. U bölünsün. V, B. Kəmətləri yerinə qoyanda U-nun yerinə 5 kilovolt, 5 vurulsun 10 üstü 3. V-nin yerinə 10 megametr böl saniyə. 10 vurulsun 10 üstü 6 vurulsun. B-nin yerinə 5 milli tesla. 5 vuraq 10 üstü mənfi 3. 5 ilə 5-i ixtisar apardım. Deməli aşağıda qalır 10 üstü 4. Çünki 10 üstü 7'dir. 10 üstü 4. Burada 0,1 metr. Yəni 10 santimetr. Çünki bu 10 üstü 6 ilə bunu aparanda burada qaldı. Daha doğrusu 10 üstü mənfi 3 yuxarı çıxanda 10 üstü 6 oldu getdi. Qaldı 10'da 1. 0,1 metr ya da ki 10 santimetr. Beşinci sual. İki proton induksiya xətlərinə perpendikular istiqamətdə bir cins maqnit sahəsinə daxil olur. Onların trayektoriyası niyə müxtəlifdir? Uyğun düsturları yazmaqla cavabınızı əsaslandırın. Deməli, burada baxırıq ki, 5-ci sualda 2 dənə protondur və radiusun düsturun yazanda R bərabərdir mv bölünsün qb'dir. Ya da ki, v bölünsün q b'dir. Eyni maqnit sahəsinə daxil olurlar. Yəni B'lər bərabərdir. Ona görə də B1 bərabərdir B2. Eyni zərrəcik olduğuna görə Q-1 bərabərdir Q-2. Yalnız sürətlər fərqlidir. Yəni yazmalıyıq ki, buradan görürəm ki, R V-dən düz asılıdır. V2 böyükdür V1 olduğuna görə, yəni ikincinin sürəti birincinin sürətindən böyük olduğuna görə radiusu böyükdür. R2 böyükdür R1'dir. Çünki qalan hər şey eynidir. Eyni maqnit sahəsi olduğuna görə, yəni bir cins maqnit sahəsidir və burada induksiyalar bərabərdir. Kütlə və yük də bərabər olduğu üçün xüsusi yüklər bərabərdir. Çünki ikisi də protondur. Bir dənə fərqli qalan nə olur? Sürətlər. İkincinin sürəti birincidən böyük olduğuna görə, ikinci daha böyük sürətlə daxil olduğuna görə radiusu da böyük olur. 6. İki yüklü zərrəcik eyni sürətlə induksiya xətlərinə perpendikular istiqamətdə maqnit sahəsinə daxil olur. Onların trayektoriyası niyə fərqlidir? Zərrəciklərin xüsusi yüklərini müqayisə edin. Deməli, burada trayektoriyanın fərqli olma səbəbi eyni sürətlə daxil olublar. Yəni, buradan yazırıq B1 bərabərdir B2-dir. Amma şəkildən də görürəm ki, trayektoriyaları fərqlidir. Bir istiqamətləri fərqlidir. İstiqamətlərinin fərqli olma səbəbi işarələrinin fərqli olmağıdır. Yəni sol əl qaydasına görə baxanda ikinci zərrəcik müsbət, birinci zərrəcik isə mənfidir. Çünki sol əl qaydasını tutanda biz əlimizi için şəklə tərəf tutsaq, 4 barmağı sağa tutanda baş barmaq aşağı tutur. Düşür. Ona görə 2, yəni aşağı dönən zərrəcik müsbət, yuxarı gedən zərrəcik isə mənfidir. Bu 1. İkincisi, induksiyalar bərabər. Sürətlər bərabərdirsə, radiusun düsturun yazanda R bərabərdir. V bölünsün Q-B'dir. Yəni, xüsusi yükləri fərqlidir. Buradan Q-i tapanda Q-i bərabərdir. V bölünsün RB'dir. Yəni, Q-i radiusdan tərs asılıdır. Ona görə də əgər buradan görürüksə ki, R1 kiçikdir R2-dən, deməli, birincinin xüsusi yükü böyük olacaq ikincinin xüsusi yükündən. Sual izahını belə elədik. Sol əl qaydasına görə təyin edəndə Lorenz qüvvəsi aşağı istiqamətdə düşür, müsbət yük olanda. Ona görə də ikincini müsbət götürürük, birincini mənfi. Bunların işarəsi fərqlidir. Və trayektoriyalarının fərqli olma səbəbi xüsusi yüklərinin fərqli olmağıdır. Hansının radiusu böyükdürsə, bu düstura görə onun xüsusi yükü kiçik olacaq. Ona görə də R1 kiçikdir R2 olduğuna görə birincinin xüsusi yükü daha çoxdur. Şəkildən radiusun böyüklüyü və ya kiçikliyi görülür. 7-ci sual. Elektrik sahəsində 500 kilovolt potensiallar fərqi ilə sürətləndirilmiş proton induksiyası 2 Tesla olan bir cins maqnit sahəsinə daxil olur. Daxil olaraq çevrə üzrə hərəkət edir. Çevrənin radiusunu hesablayın. Çox önəmli suallardandır və asan sualdır. Şərtini anlamaq lazımdır. Təsəvvür edin, belə bir elektrik sahəsi verilir. Və elektronun, daha doğrusu protonun başlanğıc sürəti sıfırdır. Proton sıfırdan bura daxil olur. Proton, bircə saniyə, bu istiqaməti yanlış götürdüm. İstiqaməti bu tərəfə götürək.
Yəni mənfiyə tərəf getsin ki, elektron kimi baxmışdım ona görə sürətlənsin. Proton buradan daxil olur. Başlanğıc sürəti sıfırdır. Buradan V0 proton bərabərdir sıfırdır. Müəyyən bir sürət alır burada. Və bu sürətlə maqnit sahəsinə daxil olur. Məsələn, belə bir maqnit sahəsinə daxil olur. Və həmin maqnit sahəsinə daxil olanda ona Lorentz qüvvəsi təsirlərinə görə, çünki müsbət yükü zərrəcikdir, Lorentz təsirlərinə görə çevrə cızmağa başlayır. Məsələn, belə bir çevrə cızır. Bizə deyir ki, bu çevrənin radiusunu hesablayın. Yəni bu formada bir çevrə cızacaq, qüvvə çevrənin mərkəzinə sürətdə toxunan istiqamətdə radiusunu hesabla deyir. Birinci bunun sürətini tapmalıyıq. Bu protonu sürətləndirən hansı sahədir? Elektrik sahəsi. Və başlanğıc sürət sıfır olduğuna görə biz kinetik enerji haqqında teoremi necə yazırıq? Yazırıq ki, birbaşa kinetik enerjinin özü mv kvadratı bölü 2 bərabərdir işə, yəni Y U-ya. Bu ifadədən V'ni tapsaq, V bərabərdir. Kök altda 2 EU bölünsün M. Və gətirib yerinə qoysam, 2 vurulsun, E bölünsün M'in yerinə 10 üstü 8. U'nun da yerinə verib 500 kilovolt. Bunu da yazıram 5 vuraq 10 üstü 5. Kilo 3'tü. 2 dənə də 0 oradan. Deməli bu verir 2 də 5'im 10. 10 üstü 14. Buradan da çıxır 10 üstü 7. Sürətini tapdıq. Sürətini tapandan sonra gətirib radiusun düsturunda yerinə qoyuram. R bərabərdir. M V bölünsün Q B ya da bu elə Y bölü M Q iştirikdir. Bu aşağıdadır. Yəni belə yaza bilərəm. V bölünsün Q bölü M ya da Y bölü M vurulsun B. Kəmiyyətləri gətirib yerinə qoysaq, burada bərabər qoyub ardın burada yazacağım. V'nin yerinə 10 üstü 7. Aşağıda Y bölü M'in yerinə 10 üstü 8. B'nin yerinə isə 2 Tesla. Bu verir 1 bölünsün 20. O da bərabərdir 0,5 metr və yaxud 5 santimetr. Sualın əsas önəmli olan hissəsi odur ki, proton elektrik sahəsində sürətlənir. Və başlanğıc sürət 0 olduğuna görə kinetiki elə birbaşa EU-ya bərabərləşdirə bilərəm. Yəni görülən iş kinetik enerjiyə bərabərdir. Sonra bundan istifadə edib sual əldə edirəm. Məsələn 8-də baxırıq. 8-də isə deyir ki, elektron sahənin 20 kilovolt bölü metr potensial fərqi ilə sürətləndirilmiş proton elektrik sahəsində induksiyası 0,5 Tesla olan bir cisim maqnit sahəsinə daxil olaraq çevrə üzrə hərəkət edir. Protonun mərkəzə qaçma təcilini hesablayın. Mərkəzə qaçma təcilini A bərabərdir ya QVB böl M-dən tapa bilərik. Deməli burada QVB böl M ya da ki V kvadratı bölək R. Yəni R-i hesablayıb ona gətirə bilərəm. 8-ci sual. Mərkəzə qaçma təcilinin düsturu A bərabərdir. Məsələn, V kvadratı bölünsün R-dir. Gətirib kəmiyyətləri yerinə qoysam, V kvadratın yerində saxladım. R-in yerinə yazdım. MV bölünsün QB. Bu yuxarı qalxır. V-nin biri ixtisar gedir. Olur QVB bölünsün M-ə. Yəni bir tək sürətin tapsaq sualı həll eləmiş oluruq. Çünki Q bölünsün M, yəni Y bölü M verilib. Yenə sürəti tapmaq üçün M V kvadratı bölünsün 2 bərabər. Çünki bu sahədə sürətlənir. YU yazıram. Bu ifadədən V-ni tapanda V bərabərdir. Kök altda 2YU bölünsün M. Kəmiyyətləri yerinə qoysaq 2 vurulsun. E bölünsün M'in yerinə 10 üstü 8. O'nun da yerinə 20 kilovolt. Yəni 20 vurulsun 10 üstü 3. 2 dəfə 2 4 eləyir. Bu verir 4 vuraq 10 üstü. Deməli 8, 11, 3-dən 8 toplayanda 1 də orada 12. Yəni verir 2 vurulsun 10 üstü 6. Sürəti tapdıq. Gətirib bu düsturda yerinə qoyuruq. Y bölünsün M zaten verilib 10 üstü 8. Vurulsun. 2 bölünsün M'i Y bölünsün M kimi düşündüm. Çünki bu düsturun ardında Y ve B bölünsün M kimi yazdım. 10 üstü 8 vurulsun. V'nin yerinə 2 vuraq 10 üstü 6. B'nin yerinə 0,5 və 2-ni vurdum 0,5'ə. Bu verdi 1.
Cavab olur 10 üstü 14. Deməli, təcil 10 üstü 14-ə bərabərdir. Baxın, təcili tapmaq üçün A bərabərdir V kvadrat bölü R-nə də gedə bilərsiniz. Yox, gətirib burada R-in yerinə MV bölü QB qoyanda olur elə F Lorentz bölünsün M. Çünki yalnız Lorentz qüvvəsi təsir edir və onun çevrə cızmağına səbəb Lorentz qüvvəsidir. Sonra V-ni yenə həmin düsturla, kök altda 2YU bölü M-lə tapdım. V-ni tapıb gətirib düsturda yerinə qoyduq. 9-cu sual. Eyni yüklü iki zərrəciyin biriniz maqnit sahəsində trayektoriyaları göstərilmişdir. Zərrəciklərin impulsları, modullarını uyğun düsturları yazmaqla müqayisə edin. Deməli, burada baxırıq ki, radiusları fərqlidir. Birincinin radiusu R-dir, ikincinin radiusu 2R-dir. Yəni 9-cu sualda şəkilə baxıb nəyi yazacağım? Yazacağın R2 bərabərdir 2R1-ə. Və R-in düsturunu yazanda R bərabərdir P bölünsün QB-dir. Eyni yüklüdür. Yüklər bərabərdir. Buradan P-ni tapanda P bərabərdir QBR. Buradan ayrıca yazım. Çünki bu hissəni ağartmışam. Əgər bunu silsəm bütün yazı pozula bilər. QBR. Bu düsturdan nə görürəm? İmpuls radiusla düz mütənasibdir. Ona görə də bu düstura görə R2 bərabərdir 2R1 olduğuna görə ya da ki, yaza bilərik ki, R2 böyükdür R1 olduğuna görə belə ikincinin impulsu birincinin impulsundan böyükdür. Yüklər bərabərdir, induksiyalar bərabərdir. Bir tək nə qalır? Radius. Radiusu böyük olanın demək ki, impulsu böyük olub. 10-cu sual. Bir cins maqnit sahəsində induksiya xətlərinə perpendikulyar istiqamətdə hərəkət edən eyni yüklü İki zərrəciyin trayektoriyaları təsvir edilmişdir. Zərrəciklərin sürətləri, modulları, uyğun düsturları yazmaqla müqayisə edin. Deməli, radiuslarına baxanda yenə şəkildən baxıram ki, bu 10-cu sualda baxıram ki, R2 böyükdür R1-dən. İkincinin radiusu birincinin radiusundan böyükdür. Və neçə dəfə böyükdür? Əslində şəkildən baxıram ki, R1 bərabərdir R-dirsə, R2 bərabərdir 2R-dir. Radiusun düsturunu yazsaq. R bərabərdir MV bölünsün QB. Şəkilə əsasən yazıram ki, R2 bərabərdir 2R1-ə. R2-nin yerinə yazıram M2 V2 bölünsün. Güclər eyni olduğuna görə Q vurulsun B. Bu bərabərdir. 2 qaldı yerində. M1 V1 yazmalıyam. Sadəcə M1-in yerinə yazacağım 2M2 V1 bölünsün QB. İki tərəfdən QB-ləri ixtisar elədim. M2 M2-ləri də ixtisar aparsam, buradan alıram ki, V2 bərabərdir 4 V1-ə. Yəni ikincinin sürəti birincidən 4 dəfə çoxdur. Düsturumuz budur. R bərabərdir MV bölü QB. Yüklər bərabər olduğuna görə Q1 bərabərdir Q2, o da bərabərdir Q götürdüm. B-lər bərabər olduğuna görə B-ləri də ixtisar apardım və buradan belə bir ifadə aldım ki, M2 V2 bərabər olmalıdır 2 M1 V1-ə. Buradan 2-ni yerində saxladım. M1-in yerinə 2 M2 V1 də buradan. Hər tərəfdən M2-ləri ixtisar elədim. Və aldım ki, V2 bərabərdir 4 V1-ə. 11-ci sual. İnduksiya xətlərinə perpendikulyar istiqamətdə bir cins maqnit sahəsinə daxil olan eyni kütləli iki zərrəcik maqnit sahəsində hərəkət müddətləri eyni olarsa, onların yüklərinin modulları nisbətini hesablayın. Baxın, hərəkət müddətləri eynidir deyir. Ya, burada sürətlərinin eyniliyindən danışmır. Müddət eynidir. Hərəkət müddətinin eyniliyi əsasən birinci bunların sürətlərini müqayisə edəcəyin. Bu sualı ağardım ki, bunun üçün yer qalsın. Deməli, eyni kütləlidir. Kütlələr bərabərdir. Amma biz bura baxırıq ki, eyni müddətdə birincinin getdiyi yol çevrənin, yəni eyni radiusdur. Bunların radiusları eynidir. Birincinin getdiyi yol çevrənin 4də biridir. İkincinin getdiyi yolsa çevrənin 2də biridir. Ona görə də yaza bilərəm ki, V2 bölünsün V1 bərabərdir L2 bölünsün L1.
L2'nin yerinə pi r, L1'in yerinə pi r bölünsün 2, yəni 2 pi r bölünsün 2 yazanda bu verir 2. Ya buradan alıram ki, deməli V2 bərabərdir 2 V1'ə. Bunu aldıq. Və sonra radiusun düsturunu yazıram. R bərabərdir. MV bölünsün QB-dir. Bu düsturdan Q'nu tapanda Q bərabərdir. MV bölünsün R B. Ya baxıram ki, burada eyni kütləlidir. Kütlələr bərabərdir. Ona görə Q'ləri müqayisə eləyəndə, yəni əgər Q2 bölünsün Q1'i tapıramsa, bu elə birbaşa mənə nəyi verəcək? V2 bölünsün V1'i. Çünki kütlələr bərabər, radiuslar bərabər, B-lər bərabər, bir dənə V qalır. V2 də V1-dən 2 dəfə çox olduğuna görə nisbət olacaq elə 2. Niyə bunu belə yazdım? Çünki bizə deyir eyni müddətdədir və V bərabərdir. L bölünsün T'dir. T'lər ixtisar gedir və L-dən düz asılıdır. V2 bölək V1'i L2 bölək L1 kimi yazdım. L2 yarım çevrədir. Pierre'dir. L1 isə çevrənin 4də biridir. Pierre böl 2'dir. 12-ci sual. Deməli, 13-cü sualda iki yüklü zərrəcik induksiya xətlərində perpendikular istiqamətdə bir cisim maqnit sahəsinə daxil olur. Birinci yüklü zərrəciyin maqnit sahəsində hərəkət müddəti t olarsa, ikinci yüklü zərrəciyin maqnit sahəsində hərəkət müddətini hesablayın. Bu daha maraqlı, daha fərqli sualdır. Birinci bunların radiuslarına baxıram. R1'i götürdüm R. R2'yə baxıram. 2R'dir. Yəni hər dama eynidir. Bu şəkildən nəyi görürəm? R2 bərabərdir 2R1'ə. Və burada yüklər verilib, kütlələr verilib. Bunlara əsasən radiusun düsturunu bərabərləşdirəcəm. Yəni yazacağım ki, R2 bərabərdir 2R1. R2'nin yerinə M2 V2 bölünsün Q2 B bərabərdir. M1 V1, yəni MV bölü QB-dən Q1 B-yə. Eyni sahə olduğuna görə B'lər eynidir. B'ləri buradan ixtisar apardım. M2 M1'ə bərabər olduğuna görə bu M2 ilə M1'i də buradan ixtisar apardım. Çünki kütlələri eynidir. V2 bölünsün 3Q, yəni Q2, daha doğrusu Q, çünki Q2'ni Q verib. Bu bərabərdir. V1 bölünsün. Deməli 3Q'ya. Bir də 2'yə vurmağı unutmuşam burada. 2V1 bölünsün. Çünki burada 2 var idi. Burada yazmağı unutmuşdum. 2V1 bölünsün 3Q. Q'ləri də buradan aparanda belə bir ifadəyə gəldim. Aldım ki, 2V1 bərabərdir 3V2 ya da V1 bərabərdir 1,5 V2. Birincinin sürəti ikincinin sürətindən 1,5 dəfə çoxdur. Sonra bizə deyir ki, birinci yüklü zərrəciyin maqnit sahəsində hərəkət müddəti t olarsa, ikinci yüklü zərrəciyin maqnit sahəsində hərəkət müddətini hesablayın. Birincinin trayektoriyasına baxanda, birincinin getdiyi çevrə bu qədərdir. Radiusu r götürmüşəm. Onda buradan t bərabərdir. Buna t1 deyək. T1 bərabərdir L1 bölək V1. L1'in yerinə sadəcə pi r yazıram. V1'i saxlayıram yerində. Bu nəyə bərabərdir? Bu bərabərdir t. Şərtdə verilib. İkinci üçün bunu yazanda T2 bərabərdir. L2 bölünsün V2'dir. L2'nin uzunluğu, bu xəttə bir dənə diqqət edin. L2'nin uzunluğu bu xəttdir. Radius 2R'dir. Yəni pi vurulsun. Əslində pi vuraq 2R. Ona görə 2 pi R. V2'ni də yerinə yazıram. V1 bölək 1,5. Bu 1,5 yuxarı qalxanda olur 3 pi R bölünsün V1. Əgər pi r bölünsün V1 t-dirsə, bu da verir nə? 3t. Deməli, ikincinin hərəkət müddəti birincidən 3 dəfə çoxdur. Biz burada nə etdik? Şəkilə əsasən öncə radiusları müqayisə etdik. Baxdıq ki, R2 bərabərdir 2R1. Gətirib bu düsturu yerinə qoyub V2-nin V1 ilə müqayisə elədim və aldım ki, V1 1,5 V2-dir. Daha sonra
T bərabərdir L bölü B-yə görə birincinin cızdığı trayektoriya uzunluğu pi r, ikincinin cızdığı trayektoriya uzunluğu isə 2 pi r-dir. Yəni hərəsi öz çevrəsinin yarısıdır. Ona görə T1 bölək T2-ni tapanda əgər pi r bölək V1 T-dirsə 3 pi r bölək V1 də verir 3 T-ni. 3 dəfə çoxdur. 13. İki yüklü zərrəcik induksiya xətlərinə perpendikular istəkdə bircə maqnit sahəsinə daxil olur. İkinci yüklü zərrəciyin maqnit sahəsində hərəkət müddəti t olarsa, birinci yüklü zərrəciyin maqnit sahəsində hərəkət müddətini hesablayın. Eyni sual biraz dəyişik formadadır. Deməli, bu sualda da yenə radiuslara baxanda bunların radiusları fərqlidir. Yəni, R1 bərabərdir 2 R2-yə. Birincinin radiusu ikincidən 2 dəfə çoxdur. Çünki birincinin radiusu 2 damadır, ikincinin radiusu isə 1 damadır. Və bu radiusları bu şəkildə yazanda, yəni R1 bərabərdir 2R2, R1-in yerinə M1 V1 bölək Q1B bu bərabərdir 2 vurulsun M2 V2 bölək Q2B. İki tərəfdən də B-ləri ixtisar apardım. Kütlələr bərabər olduğuna görə kütlələri də ixtisar apardım. Və buradan alıram ki, V1 bölünsün. Q1 nə verib? 2Q buradadır. Bu bərabərdir. 2 V2 bölünsün. Q2-ni də verib 4Q. Və Q'ləri də ixtisar aparanda alırıq ki, 4V1 bərabərdir 4V2 çarpaz vurdum bu şəkildə. Yəni V1 bərabərdir V2-yə. Sürətlər bərabərdir. Sürətlər bərabərdirsə artıq bir dənə getdiyi yola baxacam. Yəni yolun t-ni tapanda t bərabərdir L bölünsün V-dir. Yoldan düz asılıdır. Yolu böyük olanın zamanı da böyük olar. Və buna baxsam, bunun getdiyi yol bizə hansı verib? İkinci yüklü zərrəcik. İkinci yüklü zərrəciyin getdiyi yol nəyə bərabərdir? Pi-dir. Birinci yüklü zərrəciyin də getdiyi yol, deməli, 4də 1 vurulsun 4 pi-r. Bu da pi-r verir. Yəni getdiyi yollar da bərabər olduğuna görə, sürətlər də bərabər olduğuna görə, elə zamanlar da bərabər olur. T1 bərabərdir T2, o da bərabərdir T. Baxın, birinci biz radiusları əsasən müəyyən elədik ki, verilənlərə görə R1 şəkildən görürəm R1 bərabərdir 2R2-dir. R1-i yerində saxladım. R1-in yerinə M1 V1 bölək Q1B. Bu B-lər getdi. M1-in yerinə yazdım. M1 ilə M2-ni daha doğrusu ixtisara apardım. Çünki kütlələri eynidir. V1 bölünsün 2Q. Çünki birincinin yükü 2Q-dür. Bərabərdir 2V2 bölünsün 4Q. Və buradan alıram ki, V1 V2-yə bərabərdir. Sürətlər bərabər, getdiyi yollar bərabər olduğuna görə elə deməli zamanları da eyni alınır. 14. Hərəkət edən yüklü zərrəciyə induksiyası B2 olan maqnit sahəsinə təsir edən Lorentz qüvvəsi 18 mN olarsa, B1-də maqnit sahəsi nəyə bərabərdir? Lorentz qüvvəsinin düsturunu yazanda F Lorentz bərabərdir Q və B sinüs alfadır. Buradakı alfa bucağı V ilə B arasındakı bucaqdır. Yəni bucaq buradakı bucaqdır. Və biz B-lərə baxanda B-ni iki toplanana ayırırıq. O toplananlardan biri BY-dir. Yəni, təsəvvür edin ki, bu V-nin istiqaməti olsun. Və bu da B. Buradakı B-ni iki toplanana ayırırıq. Toplananlardan biri bu istiqamətdədir. Ona deyək BX. Burada da bir alfa bucağı var. Digəri isə perpendikulyar toplanandır. Buna da deyək BY. Və bu BY-i vektorun xassəsinə görə köçürürəm qarşı katet kimi bura. Məsələn, mən burada bilirəm ki, paralel olana təsir eləmir. Yəni, BX-in heç bir önəmi yoxdur. Amma BY-in təsiri var. Və BY-i tapanda sinüs alfaya görə tapacam. Sinüs alfa necə tapılır? Qarşı katet, yəni BY bölünsün B-dir. Buradan BY bərabərdir. B sinüs alfaya. Ona görə də Lorenzin düsturunu dəyişib belə yaza bilərəm. Q vurulsun, V vurulsun, BY. BY demək qarşı katet deməkdir. Yəni, hesab üçün önəmli olan qarşı katet olacaq. Yəni, yalnız qarşı katetə baxdıq. BY-ə baxacağım. Onda buradan baxıram ki, birincinin BY-i 3 damadır. İkincinin də BY 3 damadır. Yəni, yazırıq BY 1,
bərabərdir BY2. Əgər BY-lər bərabərdirsə, deməli birincinin F Lorensi 18 milli-newtonsa, ikincinin də F Lorensi 18 milli-newton olacaq. Yəni F Lorens 1 bərabərdir F Lorens 2, o da bərabərdir 18 milli-newton. Yalnız perpendikulyar toplana baxdıq. Və bucağı götürəndə V ilə arasındakı bucaqdır. Yəni V ilə B arasındakı bucaqdır. 15-ci sual. Bir cisim maqnit sahəsinə V1 sürəti ilə daxil olan protona təsir edən Lorentz qüvvəsi 6 milli-newton olarsa, bu sahəyə V2 sürəti ilə daxil olan protona təsir edən Lorentz qüvvəsi nəyə bərabərdir? Bunu müəyyən etmək üçün ən yaxşısı yenə kənarda, məsələn, bu damalı bir vərəq çəkirəm. Çünki belə sualların qəbula düşmə ehtimalı çoxdur. Və Lorentz qüvvəsindən bilirsiniz ki, Lorentz qüvvəsi paralel istiqamətdə hərəkət edənə təsir eləmir, perpendikulyara təsir edir. Burada məsələn B-ni verib bu istiqamətdə. B yuxarıdır. Belə bizdəki şəkildəki kimi. V-ni də verib bu tərəfə, məsələn. Belə bir V verib, deyək ki. Bunlar arasındakı bucaq buradadır, alfa bucağı. Biz bu V-ni iki toplanana ayırırıq. Toplananlardan biri düşür bu tərəfə. Bu bunun şagülü toplanan olsun. Vy olsun. Digər düşür bu tərəfə. Bu da olsun Vx. Vy tərəfində olana təsir eləmir. Çünki paralel olana təsir eləmir. Bir dənə hansı qalır? Vx. Yəni üfüqi toplananın bu sayına baxacağım. Ya da ki alfa bucağının qarşısındakı katetə baxacağım. Məsələn, buradakı qarşı katetə baxıram. Burada qarşı katet 2 damadır. Onda bu şəkilə görə biz F Lorentzi belə yaza bilərik. F Lorenz bərabərdir QVB sinüs alfadan. Elə bil ki, V sinüs alfanın yerinə yazıram Vx-i. Çünki qarşı katet buradadır. Onda bu ifadə olur Q Vx vurulsun B. Yəni qarşı kateti ilə düz mütənasibdir. Və birinci üçün yazanda F Lorentz 1 bərabərdir Q vurulsun V1x vurulsun B'dir. F Lorentz 2 bərabərdir Q vurulsun V2x vurulsun B'dir. V1x 1 damadır. V2x 3 damadır. Yəni V1x bərabərdir 1-dirsə, V2x bərabərdir 3-dür. Onda birinciyə təsir edən Lorentz qüvvəsi 6 milli-newtondursa, ikinciyə təsir edən Lorentz qüvvəsi 18 milli-newton olacaq. Yəni yaza bilərik ki, F Lorentz 2 bölünsün F Lorentz 1 bərabərdir V2x bölünsün V1x, o da bərabərdir 3. Buradan alıram F Lorentz 2 bərabərdir 3 F Lorentz 1-ə. 18 milli-newtona bərabərdir. Önəmli olan nədir burada? Yalnız V-nin, yəni bu alfa bucağın bura köçürəndə bucağın qarşısındakı katetlərə baxırıq. Ona görə ifadəmizi bu formaya sala bilərik. Beləcə Lorentz qüvvəsinə, yəni yüklü zərrəciklərin maqnit sahəsində hərəkətinə aid ətraflı yazılı tələb olunan tapşırıqların izahını yekunlaşdırdım. Xatırladım ki, Lorentz və Amper qüvvəsinə aid bir neçə video paylaşmışam. Onları da açıqlamada yerləşdirəcəm. İzləməmisinizsə onları da izləyə bilərsiniz. Hər birinizə uğurlar, sağ olun, növbəti videolarda görüşənə qədər.